Vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində belə bir 5 otaqlı 3 sotda şəxsi özü üçün tikilmiş həyət evi göstərəcəm sizlərə. Həyət evimiz möhtəşəm tikilib, şəxsi tikilidir, cütdaşdan tikilib, mərtəbələr arası monolit beton, qaz, su, işıq və kanalizasiya mərkəzi. Altında qarajı var, otaqların altından keçmək üçün şəraiti var. Evin hər iki tərəfinə hərəkət eləmək olur. Yerdən kürsülü evdir. Çalışacağım sürətli şəkildə çəkim. Vaxtınızı çox almayayım. Kanalımıza abunə olun, şərh bölmə şərhlərinizi qeyd edin. Ümumi dəhlizin görünüşünü görürsünüz. 2 metrdən çoxdur dəhlizin ümumi genişliyi. Mətbəxidir. Mətbəx 3 ədəd pəncərə iləndir. Ev tam bir şəkildə isti döşəmə ilə təmin olunub və mətbəxi də gördüyünüz kimi geniş işıqlıdır. 3 ədəd pəncərəsi var. 3 ədəd. Hər evdə belə bir mətbəx olmur. Qonaq otağını göstərim. Şəxsi tikilidir. Ev 5-6 il bundan qabaq tikilib, tam oturuşub, təmiri yenidir amma. Bu yaxın vaxtlarda təmir olunub. Dərhal alıb keçmək mümkündür. Qonaq otağındayıq hal-hazırda. Plastik pəncərələrə kimi keyfiyyətçisi qoyulub. Evin iç divarları da cütdaşla inşa olunub. Bu durduğumuz mərtəbələr arasında monolit betondur. Çox gözəl evdir. Təcili satılır. Qiymətdə endirim olacaq. Kupçası var. Evində torpağında sənəti var. Ümumi belə yataq otağıdır. Bu mərtəbəyə aid olan kombisi var, radiatorları var. Bircə qalır alıb köçmək. Burada da hamam otağını göstərim sizlərə. Belə bir hamam otağıdır, tam təmir. Lazımsa burada başqa bir məqsədlə istifadə etmək olar. Məsələn, burada bir şkaf da qoymaq olar, yəni paltar dolabı qoymaq olar. Hamamdakı tam hazır vəziyyətdə duş kabinetinə kimi var, tam şəkildə inşa olunub. Evin tikilişi çox gözəldir, keyfiyyətlidir. Bax, bu divarlarda cütdür. Hətta bu ara kəsmə divarlar var, otaqdan otağa olan ara kəsmədir. Onlar da cütdaşla tikilib. Və qalxaq sonuncu mərtəbəyə. Qalxmışıq sonuncu mərtəbədə, 3-cü mərtəbədəyik. Kupçası var, Masazır qəsəbəsində, prospekt yola yaxındır. Yaxınında orta məktəb də var. Ətrafı yaşayış. Yuxarı mərtəbədə yataq otaqlarıdır. Bu birinci yataq otağıdır. Evimiz ümumi 5 otaqdır. 4 ədədi yataq otağıdır, 1 ədəd qonaq otağı və mətbəxdən ibarətdir. Evin sonuncu mərtəbəsində, yəni 3-cü mərtəbəsində ümumi hamam otağı da var. Bir dənə maraqlı bir hamam otağı var. Bu yataq otağının içində. Onun sonunda göstərəcəm. Hətta bu hissəni də vurğulayım ki, burada 2 dənə divan, bir dənə yazı stolu, masası qoyub söhbətkaş kimi eləmək olar. Çünki böyük bir pəncərəsi də var. Burada da belə bir yataq otağıdır. Ayrıca eyvana çıxışı var. Ümumi ölçüsünü görürsünüz. Yataq dəsti rahat şəkildə yerləşəcək. Tam şəkildə. Balkona çıxışlandır. Yeri hündürdür. Və sonuncu yataq otağını göstərəcəm. Qiymət 185.000 manat. 185.000 manata təklif olunur, təcili satılır. Qiymətdə endirim olunacaq. Birbaşa da notarial alqı-satqı olacaq. Sonuncu yataq otağını göstərirəm. Sizə Masazır qəsəbəsində 3 sotda 3 mərtəbə, 5 otaqdan ibarət belə bir gözəl həyət evi təqdim edirəm. Videonu bəyənin, şərhlərinizi qeyd edin. Gəlib baxın müştəriyə də ki, ev sahibi tərəfindən endirim olacaq. Bax, bu sonuncu mərtəbədə də bura cütdaşdır. Yenə də bax, bu qonşu divarlar da cütdaşdır. Şəxsi özü üçün tikilmiş bir evdir. Onu vurğulayıram. Vurğulamada məqsəd odur ki, bu cür tipdə şəxsi özü üçün tikilmiş ev axtaran müştərilərin nəzərinə qaçırmayın. Allah satına da, alana da xeyir versin.